Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri sizlərə qış üçün çox dadlı, ətirli, rəngarəng tərəvəz salatın hazırlama qaydasını göstərirəm. Əziz izləyicilər, videoda hər şey aydın göründüyü üçün mən sizə bir-iki fikir var ki, nəzərinizə çatdırıram. İlk olaraq bütün tərəvəzləri təmizləyib yaxşı yuyuruq. Göyləri saplağından təmizləyirik. Daha sonra çoban salatında olduğu kimi tərəvəzləri videoda görürsünüz. Orta ölçüdə uzun doğrayırıq. Biberləri rəngli seçsəniz, salat daha qəşəng görsənir. Pomidorun özəl hissəsini, o ağ olan yerini biraz dərindən götürün və orta qalınlıqda doğrayın. Çox nazik doğramayın. Bankaya biz yığıb qoyacağıq qaynamağa. Onda pomidor istər-istəməz qaynayanda əriyir. Ona görə orta qalınlıqda doğramaq məsləhətdir. Videonun alt bölümündə açıqlamada resepti yazacağım. Siz oradan istifadə eləyərsiniz. Bütün tərəvəzləri doğradıqdan sonra böyük bir qaba əlavə eləyirik. Üzərinə turşular üçün yolsuz duzu səpib, yaxşı qarışdırırıq. Sonra 30 dəqiqə bu cür saxlayırıq. Steril etdiyimiz bankalara doldururuq. Tərəvəzlərin suyunu bankaların hamısına bərabər şəkildə bölüşdürürük. Qazana bir dəsmal səririk və bankaları qazana yerləşdiririk. Üzərinə otaq temperaturunda adi soyuq su əlavə eləyirik. Su bankadan bir barmaq aşağı olmağı məsləhətdir. Su qaynamağa başladıqda əziz izləyicilər, saata baxırıq 35-40 dəqiqə qaynadıb bankaları götürürük. Qapaqlarını möhkəm bağlayırıq. Bankanın qapaq hissəsinə lenti yerləşdirib, qaynar suyu üzərinə tökürəm, lent qapağa yapışır. İşimizi daha da sığortalayırıq. Bu reseptdən məndə 5 ədəd 700 qramlıq banka və 2 ədəd 900 qramlıq banka salat alındı. Əziz izləyicilər, bu salatın hazırlanmasında sirkə, esensiya, limon duzu heç birindən istifadə eləmədim. Salat yalnız tərəvəzlərin suyu və duz ilə hazırlanır. Göz haqqınızı halal eləyin, hazırlayanlara nuş olsun. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Allaha əmanət olun.